Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından Taharet kitabı ve müellif fesil açır. Et-Tergibu fil vudu'i ve isbaghihi. Dəstəmaz almaq və dəstəmazı gözəl şəkildə, yəni sünnəyə müvafiq, Allah Resulü sallallahu aleyhi ve sellem dəstəmaz aldığı kimi hər bir əzanı 3 dəfə yuyaraq dəstəmaz almağa rəğbətləndirmək. Abdullah ibn Ömər, o da atasından deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem, yəni Cəbrail mələk İslam haqqında gəlib ondan soruşduqda cavab verir və buyurur ki, El-İslamu en teşhede en la ilahe illallah. İslam odur ki, sən şəhadət verəsən ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. Və enne Muhammeden Resulullahi və həqiqətən Muhammed Allahın elçisidir. Və en tuqiməs salat və namazı iqamə edəsən, yəni namazı vaxtında doğru düzgün şəkildə rukunlarıyla, şərtləri ilə birlikdə namazı yerinə yetirəsən. Və tu'tiyə zəkətə və zəkatı verəsən, yəni zəkatı layiq olduğu insanlara, layiq olduğu yerə verəsən. Və təhuccəl və həc edəsən, və tə'təmirə və ümrə edəsən. Və təğtəsilə minəl cənəbəti və cənabətdən qüsl alasan. Və ən tutimməl vudu'a və dəstəmazı tam edəsən. Və tasum Ramazan və Ramazanı orucunu tutasan. Qalə fəidə fəaltu dəlikə fəənə muslimun. Və dedi ki, yəni Cəbrail mələk, hansı ki insan surətində gəlir. Və dedi ki, əgər bunları etsəm, onda mən müsəlmanam mı? Allah elçisi sallallahu aleyhi ve sellem dedi ki, bəli. Və Cəbrail mələk dedi ki, sadaqtə, düz dedin. Doğru söylədin. Hansı ki bu rəvayət, yəni Cəbrail mələyin Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəlib suallar verərək cavab alması və beləcə dini öyrətməsi, hansı ki Allah Resulü sallallahu aleyhi ve sellem hədisin sonunda deyir ki, bu Cəbrail idi, sizə dininizi öyrətməyə gəlmişdi. Və bu da Cəbrail hədisinin başqa ləfsi, başqa rəvayətidir. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellemin belə dediyini eşitdim. İnne ümmeti yud'avne yevmel qiyameti gurran muhaccaline min âthəril vudu'i. Həqiqətən ümmətim qiyamət günü çağırılacaqlar dəstəmaz izlərindən ləkə, yəni ağ yerlər olduğu halda. Yəni sanki alimlər necə ki atın alnında və atın ayağında, qara atın alnında və ayağında ağ ləkələr olduğu kimi Allah elçisi sallallahu aleyhi ve sellemin ümməti dəstəmaz yerləri ağ ləkələr kimi görsənərək, bilinərək qiyamət günü səslənəcək, çağırılacaq. Və sonra deyir ki, فَمَنْ اِسْتَطَعَ مِنْكُمْ اَنْ يُطِيلَ غُرَّتَهُ فَلْيَفْعَلْ. Və sizdən hər kim bu ağ izi, yəni dəstəmaz yerini uzada bilirsə, bunu etsin. Və sonunda bu söz hansı ki, kim bacarırsa, həmən buğurranı, ağ yeri uzada bilməyi bacarırsa, qoy bunu etsin. Alimlər deyir ki, bu Əbu Hurayra radiyallahu anh'ın öz sözüdür və buna hədis elmində mudrac deyilir. Sanki hədisdə mətninə rəvayət edən ravinin öz sözü deyilir və sanki hədisin mətni kimi Allah elçisi sallallahu aleyhi ve sellemin sözləri kimi görsənir. Lakin alimlər onun mudrac olduğunu, yəni rəvayət edənin öz sözləri olduğunu bəyan edirlər ki, insanlar bilsin ki, bu Peyğəmbər sallallahu aleyhi ve sellemin sözləri deyil.
Ve İmam Müslim'in başka rivayetinde Ebu Hazim özü deyir ki, mən Ebu Hurayra'nın arkasında idim ve o namaz üçün dəstəmaz alırdı. فَكَانَ يَمُدُّ يَدَهُ حَتَّى يَبْلُغَ اِبْطَهُ Ve o dəstəmaz alarken kolunu yuyup uzadırdı ta ki koltuk altına kadar, yani çiğnine kadar yuyardı. Ve Ebu Hazim onu görür ve dedim ki, ey Ebu Hureyra, bu ne dəstəmazdır? Ve Ebu Hureyra dedi ki, ya beni Ferruh, ey Ferruh oğulları. Ferruh yani Kadı İyad deyir ki, Ebu Hureyra burada yani köleler qəsd edirdi. Ebu Hazim'e müraciət edir. Yani bu kelamıyla Ebu Hureyra Ebu Hazim'e hitap edir. Ve sonra deyir ki, entum hâhuna, yani siz buradasınız. Yani Ebu Hureyra bu cür dəstəmaz alarken bilmir ki arkasında Ebu Hazim var. Ve Ebu Hazim ona deyəndə ki, bu ne dəstəmazdır, deyir, siz buradasınız. Lev alimtu ennekum hâhuna mâ tevaddadu hâzel vudu. Eğer bilseydim ki siz buradasınız, ben bu dəstəmazı almazdım. Yani bu cür dəstəmaz almazdım. Semi'tu halili Resulullah sallallahu aleyhi ve sellem yakul. İşittim dostum Allah'ın elçisi sallallahu aleyhi ve sellem böyle buyurur. Teblugul hilyetu minel mu'mini haythu yablugul vudu. Müminin hilyesi yani bezeyi dəstəmaz hara çatırsa ora kadar çatır. Yani hilye yani cennet ehlinin bezedildiği bilerzikler ve buna okşar bezeklerdir. Ve Ebu Hureyra bu sözü demesiyle bildirir ki, eğer bilseydim ki sen buradasan, ben bu cür dəstəmaz almazdım. Yani numune götürülen bir insan, eğer herhansı bir işte ruhsat verilipse zaruret üçün veyahut da vesveseye göre şiddetlilik varsa veya herhansı bir özünün görüşüne göre, insanlardan ayrı bir görüşe göre, itikadına göre edirse, ümumi yani bu meseleni bilmeyen, yani cahil insanların olduğu yerde gerek bunu etmesin. Yoksa insanlar zaruret olmadan bunu ederler veyahut da itikad ederler ki bu ferzdir. Bu lazımlı bir iştir, yerine getirilmeli bir iştir. Başka rivayette ise Allah Resulü sallallahu aleyhi ve sellem qəbristanlığa gelir ve deyir ki, Esselamu aleykum dara kavmi müminin. Size salam olsun mümin kavmin diyarı. Müminler diyarı size salam olsun. Ve inna inşaallah bikum an qaribin lahikun. Ve biz de inşallah yakın bir vaxtda size qoşasıyıq, size qoşulasıyıq. Vadittu enne qad ra'ayna ihvanana. Ve istedim ki biz kaş ki qardaşlarımızı görərdik. Yani qardaşlarımızı görmek istedim. Ve sahabeler dediler ki, ya Resulallah, məgər biz senin qardaşların deyilik mi? Allah elçisi sallallahu aleyhi ve sellem buyurdu ki, entum ashabi, siz benim sahabelerimsiniz. Ve ihvanunellezine lem ye'tu ba'du. Bizim kardeşlerimiz ise hele gelmeyibler. Dediler ki, keyfe ta'rifu men lem ye'ti ba'du min ümmetke ya Resulallah. Ey Allah'ın elçisi, sen ümmetinden hele gelmeyen, yani ümmetinden hele gelmeyenleri nice tanıyacaksan? Ve Allah elçisi sallallahu aleyhi ve sellem buyurdu ki, اَرَأَيْتَ لَوْ اَنَّ رَجُلًا لَهُ خَيْلٌ غُرٌّ مُحَجَّلَةٌ. Bana haber ver. Bir kişinin yani halis kara renkli, başka hiçbir lekesi karışığı olmayan atlarının arasında, ayağında ve alnında ağ leke olan atı olsa,
o öz atını tanıyarmı? Yani bir sürü attır. Hamısının rəngi eynidir, qaradır, ləkəsiz atlardır və bir dənə at var. Arasında, alnında və ayaqlarında ağ ləkələr var. Onu tanımazmı? Dedilər ki, bəli ya Resulallah, yəni tanıyardı. Və sonra Allah elçisi sallallahu aleyhi ve sellem buyurur ki, فَاِنَّهُمْ يَأْتُونَ غُرًّا مُحَجَّلِينَ مِنَ الْوُدُوءِ Həqiqətən onlar qiyamət günü gələcəklər, yəni dəstəmaz yerləri ağ, yəni bilinən kimi. وَاَنَا فَرَطُهُمْ عَلَى الْحَوْدِ Mən də hovuzda, yəni qiyamət günü Kövsər bulağında hovuzda onları gözləyəcəm. Yəni əvvəldən gedib onları gözləyəcəyəm. Qabaqda mən gedəcəm. Və burada Allah Resulü sallallahu aleyhi ve sellemin deməsi ki, biz də inşallah sizə qovuşasıyıq və bu inşallah, bu istisna yəni şək üçün deyildir. Çünki ölümün baş verməsi, ölümdən sonraki həyat bu məsələdə heç bir şək, şübhə ola bilməz. Bu yəqin bir şeydir. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem deməsi ki, siz mənim səhabələrimsiniz. Yəni siz səhabələrimsiniz deməsi onların yəni qardaş olmalarını inkar eləmir. Lakin Allah Resulü sallallahu aleyhi ve sellem səhabələrin əlavə bir üstünlüyünün olduğunu bildirir. Yəni onlar həm səhabədirlər və həmçinin qardaşdırlar. Amma hələ Allah Resulü sallallahu aleyhi ve sellem dövründə gəlməyənlər, Allah elçisi sallallahu aleyhi ve sellem'i görməyənlər isə onlar səhabə deyirlər. Qardaşdırlar, dində qardaşdırlar, lakin sahabə deyirlər. Necə ki Allah da buyurur, İnnəməl müminun ixva. Möminlər yalnız qardaşdırlar və yaxud da möminlərdir yalnız qardaşlar. Əbu Dərdə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Ənə əvvəlu mən yu'zənu ləhu bis sucudi yevməl qiyamə. Qiyamət günü səcdə etməyə izin verilən ilk mən olacağım. Və ənə əvvəlu mən yərfə' rə'səhu və ilk başını qaldıran da mən olacağım. Fəənduru beynə yədəyyə qarşıma, önümə baxacam. Fə'arifu ümməti min beynil üməmi və ümmətimi tanıyacağam başqa ümmətlər arasından. Və min xalfi mislu dəlik və arxamdan da bunun mislində, sağımdan da bunun mislində və solumdan da bunun mislində olacaq. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem bildirir ki, qarşısında, arxasında, sağında və solunda ümmətini tanıyacaq başqa ümmətlər arasından. Və bir kişi dedi ki, keyfə ta'rifu ümmətəkə ya Resulallah min beynil üməm. Ey Allahın elçisi, sən başqa ümmətlər arasında öz ümmətini necə tanıyacaqsan? Yəni qiyamət günü Allah elçisi sallallahu aleyhi ve sellem bu hədisdə və buna oxşar hədislərdə qiyamət günü olacaq, yəqin olacaq bir şey haqqında danışır. Hansı ki bunda heç bir şək yoxdur və bunun baş verilməsi mütləqdir. Və Allah Teala'nın rəhməti, mərhəmətindəndir ki, Allah Teala Qur'anda və həmçinin Allah elçisi sallallahu aleyhi ve sellemin dili ilə hədislərdə öləndən sonraki həyat, qiyamət günün hallarından bizə xəbər verib bildirmişdir. Bildirmişdir ki, insanlarda elm olsun və bu elmə uyğun insanlar bu elmin tələb etdiyini, gərəkdirdiyini yerinə yetirsinlər, əməl etsinlər və bu gün üçün, o qiyamət günü üçün hazırlıq görsünlər. Yəni, kişi soruşur ki, Ya Resulallah, ey Allah'ın elçisi, sən ümmətini necə tanıyacaqsan? Fîmə beynə Nuhin ilə ümmətkə. Nuhdan, yəni Nuh Peyğəmbərdən nəhayət sənin ümmətinə qədər olan insanlar arasında, yəni bu qədər insanlar arasında sən ümmətini necə tanıyacaqsan? Hansı ki, insanların sayını ancaq Allah bilir. Nuh Peyğəmbərdən ta ki, yəni bu İslam dini gəldikdən sonra müsəlman ümməti arasında nə qədər insanlar, yüz minlər, milyonlarla insanlar var. Və Allah elçisi sallallahu aleyhi ve sellem buyuruyor ki, hum gurrun muhaccalun. Onlar yəni ağ ləkələr olacaq, yəni dəstəmaz yerləri. Min əsəl vudui, dəstəmazın izlərindən. Leysə li ahadin zəlikə qayrihim. O gün, yəni qiyamət günü onlardan başqalarında bu iz, bu ləkə olmayacaq.
وَعَرِفُهُمْ أَنَّهُمْ يَأْتُونَ كُتُبَهُمْ بِاَيْمَانِهِمْ və həmçinin onları mən tanıyacağam, onların kitabları, yəni əməl dəftərləri sağ əllərinə veriləcək. وَعَرِفُهُمْ تَسْعَى بَيْنَ اَيْدِيهِمْ ذُرِّيَّتُهُمْ və onları tanıyacağım, onların zürriyyəti qabaqlarında, qarşılarında gedəcək. Və bu hədisdə zürriyyəti sözü alimlər deyir ki, yəni bu xatadır. Daha səhih isə odur ki, onların nuru önündə, qarşılarında gedəcək. Daha səhih isə budur. Və zürriyyət isə İbn-i Ləhiyənin rəvayətindədir. Və o da, yəni zürriyyət sözü İbn-i Ləhiyyə, hansı ki, hədis rəvayət edənlərdəndir və onun hədislərində qarışıqlıq olmuşdur. Və alimlər deyir ki, bu da onun qarışdırmasına görədir. Hansı ki, kitabxanası yandıqdan sonra hədislərdə bəzi sözləri və bəzi hədisləri qarışdırmışdır. Daha səhih odur ki, nuru onların önündən gedəcək. Necə ki, bu da Quran ayəsində uyğundur. Hədid surəsində Allah da bildirir ki, möminlərin nuru qarşılarından və sağ tərəflərindən gedəcəkdir. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İzə təvaddəl abdul muslimu əvl mu'min. Müsəlman və yaxud da mömin qul dəstəmaz aldıqda fəğasələ vəçəhu üzünü yuyarsa xaraca min vəçihi kullu xatiətin nadra iləyhə bi ayneyhi ma'al-ma'i və onun üzündən gözü ilə baxdığı onun üzündən, yəni iki gözü ilə baxdığı günahlar çıxar su ilə bərabər. Əv mə'axir qatlməy və ya suyun son damcısı ilə bərabər üzündən, o gözləri ilə baxdığı günahlar çıxar. Fəidəğasələ yədeyhi, əllərini yuduqda xaraca min yədeyhi kullu xatiyyətin kənə bataşəthə yədəhu mə'al-məyi və su ilə bərabər və ya suyun son damcısı ilə bərabər əllərindən əlləri ilə tutduğu hər bir günahı çıxar. فإذا غسل رجليه خرجت كل خطيئة مشتها رجلاه مع الماء أو مع آخر قطر الماء. Ayaklarını yudukta su ile beraber veyahut da suyun son damcısıyla beraber ayaklarıyla adımladığı günahlar çıkar. Hatta yahrucet naqiyyen min az-zunub. Hatta nihayet insan günahlarından tertemiz çıkar. Yani dəstəmaz almakla, dəstəmazı İxlasla ve Allah elçisi sallallahu aleyhi ve sellemin öğrettiği kimi sünniye muvafık şekilde dəstəmaz almakla insanın, Müslümanın günahları bağışlanır. Ve bu da Müslüman için oldukça büyük bir nimettir. Eğer bilse. Osman bin Affan deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. Men tavadda fe ahsene vudu'a. Kim dəstəmaz alar ve dəstəmazı güzel şekilde alarsa, yani Allah elçisi sallallahu aleyhi ve sellem aldığı kimi her ezanı 3 defa yuyarak haracet hatayahu min cesedihi, onun günahları bedeninden, cesedinden çıkar, hatta tehruce min tahti azfari, hatta tırnaklarının altından belə çıxar. Ve bu hadisler ve buna oxşayan hadisler, hansı ki burada qeybi məsələdir, insanların müşahidə etmədiyi, görmədiyi məsələlər haqqında Allah Resulü sallallahu aleyhi ve sellem xəbər verir və alimlər deyir ki, müsəlmana gərəkən, lazım olan odur ki, təsdiq etsin, heç bir şək şübhəyə yol vermədən və bilməlidir ki, Muhammedun Resulullah şəhadətinin, yəni kim, hər hansı bir müsəlman deyirsə ki, Muhammedun Resulullah şəhadətini gətirirsə, bu şəhadətin tələb etdiyi, gərəkdirdiyi də odur ki, Allah Resulü sallallahu aleyhi ve sellemin verdiyi xəbərləri təsdiqləmək. Əgər xəbərləri təsdiqləmirsə insan, Muhammedun Resulullah kəlməsi onun yarımçıq olur. Başqa rəvayətdə isə Osman İbn Affan dəstəmaz alır, özü dəstəmaz alır və sonra deyir ki,
Mən gördüm Allah elçisi sallallahu aleyhi ve sellem mənim bu dəstəmazım mislində dəstəmaz aldı. Bu dəstəmazım kimi dəstəmaz aldı. Sonra dedi ki, mən tavadda həkədə, kim bu cür dəstəmaz alarsa, غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ, onun keçmiş günahları bağışlanar. وَكَانَ صَلَاتُهُ وَمَشْيُهُ إِلَى الْمَسْجِدِ نَافِلَةً, və onun namazı və məscidə addımlayarak getməsi nafilə, əlavə bir ibadət olar. Yəni Allah Teala'nın lütfü, rəhməti olduqca genişdir. Yəni insan dəstəmaz alırsa, sünnəyə müvafiq, Peyğəmbər sallallahu aleyhi ve sellem aldığı kimi Allah Teala bununla insanın günahlarını bağışlayır. Və başqa ləfsdə deyir ki, eşitdim Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Mə min imri'in yetevaddavu fe yuhsinu vudu'ahu. Hər hansı bir kişi, hər hansı bir insan dəstəmaz alar və dəstəmazını gözəl şəkildə alarsa, yəni hər əzanı 3 dəfə yuyaraq Peyğəmbər sallallahu aleyhi ve sellemin aldığı kimi. İllə gufrə ləhu mə beynəhu və beynə salatil uxra hattə yusalliyəhə. Onun özü ilə, yəni növbəti namaz arasındakı günahları bağışlanar, nəhayət namazı qılana qədər. Və bu hədislər də yəni sünnəyə tabiçiliyin nə qədər mühüm olduğunu bildirir. Və həmçinin bildirir ki, sünnədən kənara çıxmaq, yəni hədislərdə gəldiyi kimi dəstəmaz almamaq, hədislərə müvafiq olmayan əməllərlə dəstəmaz almaq, dəstəmaz alarkən nəysə artırmaq, nəysə əlavə etmək, dəstəmazı Allah elçisi sallallahu aleyhi ve sellemin dəstəmazına müxalif olaraq dəstəmaz almaq, bununla insanın günahları bağışlanmır. Yəni bu fəzilətdən insan məhrum olur. Və bu da bidətin nə qədər zərərli, təhlükəli olduğunu bildirir ki, bidət insanı nələrdən məhrum edir? İnsan üçün ən mühüm, ən önəmli olan və insanın ən ehtiyacı olan günahlarının bağışlanmasından bidət insanı məhrum edir. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, hər bir bidət sahibi bidətini tərk edənə qədər Allah Teala onun tövbəsini qəbul etməz. Və insan bilməlidir ki, dində bidət edirsə, dində olmayan, Allah elçisi sallallahu aleyhi ve sellemin sahabələrin yolundan olmayan bir şey edirsə, o elədiyi şeyi, o bidəti, o yeniliyi tərk edənə qədər Allah Teala onun tövbəsini qəbul etmir. Və başqa rəvayətdə Allah Resulü sallallahu aleyhi ve sellem bu hədisi dedikdən sonra deyir ki, Lə yəğtərrə əhədun, heç kəs aldanmasın. Heç kəs aldanmasın. Heç kəs aldanmasın, yəni mənası odur ki, yəni heç kəs dünya ilə, dünyanın bərbəzəyi ilə aldanmasın. Aldadan şeytanla aldanmasın. O şeytan ki, insanı Allahla, Allahın rəhmətinin genişliyi ilə, Allahın kərəm sahibi olması ilə aldadır. Günahlara salır. Və həmçinin lə təxtər aldanmayın, yəni günahların bağışlanmasına arxayın olaraq aldanmayın. Sizə arxayınlıq gəlməsin. Günahların bağışlanması haqqında olan hədis və ayələri eşidərək arxayın olaraq günahlar üzərində yaşamayın. Allah Teala'nın bağışlanmasına, əff etməsinə arxayın olaraq günahlara qarşı səhlənkar olmayın. Yəni bununla aldanmayın. Başqa ləfsdə deyir ki, mən ətəmməl vudu'a kəmə əmərəhullahu Teala. Kim dəstəmazı tam edərsə Allah Teala'nın əmr etdiyi kimi. Fəs-salavatul xamsu kəffəratun limə beynəhünnə. 5 namaz arasında olanlara kəffarədir. Günahların bağışlanmasıdır. Yəni kim dəstəmazı Allahın əmr etdiyi kimi alarsa, Allah Teala'nın əmr etdiyi kimi dəstəmaz almaq, Allah elçisi sallallahu aleyhi ve sellemin aldığı dəstəmaz kimi dəstəmaz almaqdır. Çünki Allah Teala Qur'anda
birçok yerde Allah elçisi sallallahu aleyhi ve selleme tabi olmağa emredir. Ve onu numune götürmeye emredir. Ve bir kez eğer Peygamber sallallahu aleyhi ve sellem'i numune götürmüşse, ister destamaz olsun, ister başka emeller olsun, onda Allah Teala'nın emrine tabi olan insan sayılır. Allah'ın emrine tabi olmak için mütlak Allah elçisi sallallahu aleyhi ve sellem Müslümanın numunesi olmalıdır. Müslümanın hayatında, ibadetinde, davranışında, yaşam terzinde Allah elçisi sallallahu aleyhi ve sellem her bir Müslümanın numunesi, örneği olmalıdır. Ve başka rivayette ise diyor ki ennehu utiye bi tahurin ve huve calisun alel maqaidi. Yani ona, yani Osman radıyallahu anh'a dəstəmaz suyu getirilir ve o da maqaidde oturur. Maqaid yani mescide, Allah elçisi sallallahu aleyhi ve sellemin mescidine yakın bir yerdir ve orada Allah elçisi sallallahu aleyhi ve sellem oturardı. Yani cenaze getirilen, yani cenazeler kapısının yanında. Ve Osman radıyallahu anh orada oturduğu vaxt ona dəstəmaz suyu getirilir. O da dəstəmaz alır. Ve ahsene vudu, dəstəmazı gözəl edir. Yani Peygamber sallallahu aleyhi ve sellem aldığı kimi her azanı 3 defa yuyarak. Yani Osman radıyallahu anhu emelle insanlara dəstəmazı öğretir. Ve bu da bildirir ki insanın danıştığı sözlerden daha çok ettiği emeller insanlara təsir edir. İnsanların dəvət olunmasında büyük rolü vardır. Ve Osman radıyallahu anh dəstəmaz aldıktan sonra deyir ki men tevadda misle vudu'i hâzâ. Daha doğrusu Osman radıyallahu anh deyir ki ben gördüm Allah elçisi sallallahu aleyhi ve sellem bu yerde dəstəmaz alır. Ve dəstəmazı güzel aldı. Deməli Allah elçisi sallallahu aleyhi ve sellemin ettiği emel, dəstəmaz olsun və da başqa əməl ən gözəl əməldir. Ondan gözəl ola bilməz. Və Osman radıyallahu anh Allah elçisi sallallahu aleyhi ve sellem dəstəmaz aldığı kimi dəstəmaz alır. Və deyir ki mən gördüm Allah elçisi sallallahu aleyhi ve sellem dəstəmaz aldı və dəstəmazı gözəl aldı. Sonra dedi ki kim mənim bu dəstəmazımın mislində, mən tavada mislə vudu hədə, misli ərəb dilində eyni, bərabər, azaltmadan, çoxaltmadan. Kim mənim bu dəstəmazın mislində dəstəmaz alarsa, sonra məscidə gələr, fərəkə rəkəteyni, 2 rəkət namaz qılarsa, thumma cələs, sonra oturarsa,ğufrə ləhu mə təqəddəm min zəmbi, onun keçmiş günahları bağışlanar. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, lə təğtərru, aldanmayın. Yəni Allah Teala'nın bağışlamasıyla bu cür əməllərlə günahların bağışlanmasına arxain olmayın. Arxain olaraq günahlarla yaşamayın. Günahlar üzərində davamlı həyat tərzi sürməyin. Və həmçin bu hədis bildirir ki Allah Resulü sallallahu aleyhi ve selleme tabiçilik tam şəkildə olmalıdır. Tam şəkildə olmalıdır ki insanın günahları bağışlansın. Çünki buyurur ki mənim dəstəmazın mislində, kim mənim bu dəstəmazın mislində dəstəmaz alarsa, yəni, eyni, bərabər olmalıdır. Nə alçatma, nə çoxaltma olmaz. Necə ki başqa rəvayətdə, başqa hədisdə var ki Allah Resulü sallallahu aleyhi ve sellem dəstəmaz alır, hər əzasını 3 dəfə yuyur, hər bir orqanı, hər bir əzanı 3 dəfə yuyur və sonra buyurur ki kim bundan artıq edərsə zülm etmiş, həddi aşmış və pis bir iş görmüşdür. Və Allah Teala'dan istəyirəm ki Allah Teala bizi Allah elçisi sallallahu aleyhi ve selleme tabi olan, onu nümunə götürən insanlardan etsin və Allah Teala sizə də bərəkət versin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etubu ileyk.